Videoya hamınız hoş gelmişsiniz. Bugün biz sizinle FIFA Mobile 2026 versiyasını oynayacağız. Bildiğiniz gibi Play Market'te FIFA Mobile'a yenileme, güncelleme gelir ve biz onu güncelledim ve onu da oynayan yine rakibimizle oyun oynuyoruz. Yani ki ona arkadaşlık atmıştım ve arkadaşlığımızla oyunumuzu oynuyoruz. Bugün ilk finalçı müəyyənləşəcək. Yani kubok kim kazanacak? Yani bu dünya çempionatı değil. Yani bu sadece bir kubokun yarım finalıdır. O tek bir oyundan ibarətdir. Cevap oyunu değil. Fit seslendi. Oyun başladı. Oyun başladı. İndi isə davay Allah. Belə aldıq. Uhu, indi isə hücum başlayır. Kesin, bəli. İndi isə də bir hücum. Demə. Ötün qapıya zərbə alamadı. Təkrar zərbə. Bizim yeni hücumumuz. Az qala qola doğru gedirdik və kırmızı verege yoksa sarı verege, ben sarı verege. Penaltıdan yollu yoksa yok. Yok, penaltı değil bu. Penaltı değil. Benim rakibimin cezalandırılması artık çok yani böyle şey değil. Tekrar zərbə almadı. Artık bu hücum çok böyle yaxşıydı. Yaxşı gelmişti ama aldılar elimizden ama indi isə Rice. Real Madrid'de uduzduran Rice. Dünən Argentina İngiltere maçı da o uduzdu İngiltere tekrar zərbə. Almadı, indi isə ötürmə. İlerliyor ötürmə, qapıya zərbə və yox. Ötürme kapıya zərbə. Almadı. Luka Modric. Ötürmə. Puskas. Ronaldo ve gol. Hesap açılır. Hesap günü keçirik. Devam eləyək. Aldık top. Bizde değil artık. Aldık topu. Jude Bellingham. Zidane ödəmə yaxşı almadı. Declan Rice. Pedri. Bruno Fernandes. Cristiano Ronaldo. Yerler Cristiano Ronaldo ve Modric. Luka Modric. Alamadı. İndi isə hücum başladı. Karşısında Gabriel var. Kalamadı. Tekrar zərbə. Apçı yerindədir. Bruno Fernandes topu daxil edəcək və bu da birinci hissənin final futu. Nə ki 1-0 öndəyik. İkinci hissə başladı. Oğlar komandama. Ronaldo. Zidane. Ronaldo. Gullit. Arkaya Puskas alamadı. Tekrar zərbə. Burada oyundan kenar vəziyyəti yox idi. Gol olsaydı əgər yaxşı olardı. İndi isə Gilmit hücumda. Rəqib hücumda imkan verməyək. Michael Olise.
Michael Olise. Mourinho. Jude Bellingham. Topu alabilmedi. Cristiano Ronaldo. Koeman. Lütfen. İndizə yaxşı bir imkan. Zərbə olmadı. Təkrar zərbə və gol. Bu da ikinci gol. Bu da ikinci gol. Zinedine Zidane. 2-0 eləyir. Ötümə. Luka Modric. Ötümə. Geriyə. Michael Olise. Michael Olise. Ronaldo. İlerleyir. Ronaldo. Cristiano Ronaldo. Uzabilir ve bu üçüncü gol. Rakip darmadağın oldu. Ve rakibimizin kapitanı Cristiano Ronaldo'ydu ve Cristiano Ronaldo qətiyyən darmadağın elədi. Yani bu dəqiqələrdə heç bir gol vura bilməz. Yəni bu gol vurdurur artıq onun qapısına. Puskas, yerləri Puskas, Ronaldo. Yəni ben Cristiano Ronaldo nəzərdə tutmuyorum indi. Ben başqa özümünki, yəni keçmişim futbolçu Ronaldo'nu nəzərdə tutuyorum. Brezilyalı Ronaldo'nu. Yəni Ronaldo'nun səfsamıyım Cristiano Ronaldo'nu. Mən Cristiano Ronaldo'nu hətta sevmirəm, amma bizdə söz deyirəm ki, mən Messi'ni sevirəm, Messi'ni istəyirəm. Messi həm də bilirəm ki, o karyerasını bitirəcək. Ronaldo indi səksizim. Luka Modric. Niyə qaçırdıq? Adı bu sonuncu dəqiqəmiz ola bilər. Cristiano Ronaldo'nun komandası darmadağın olacaq yoxsa yox. Adı bunu biz sona gələ biləcəyik və bu da final fiti. Bizim 3-0 hesabı qələbəmizlə başa çatır. Bitti. Çox sağ olun, maçı izlədiyinizə görə sağ olun.